Salam hörmətli izləyicilər, may ayının 9'unda nəhayət ki işə başladı. 9 may faşizm üzərində qələbə günü münasibəti ilə hər kəsi təbrik edirəm. Neçədən axsaymış? Bugünkü mənim köməkçim Selcan müəllimdir. Axlarımı göstərəcəm neçədən? 7'sini çəkmişəm. Birinci videomu sen çekmiştin. Bakıncı video olmaz. Yukarıda torpaq balçığıydı. Şimdi torpaq həddinə düştü. Birinci eskizlərini çizirəm. Bax necə olacaq. Ondan sonra düzen verəcəm. Keçən bayram burada maşaqlarına hərəsinə bir araba deyilmiş. Torpaq mendiktaş. Axlar biraz uzun olur. 2 metr yarım. Sulara nə çətinlik çəkirik. Şimdi az-azdır. Baxsakən də qısırırsın. Torpaq çatır. Mirabın çayağının her yerinde balaca utkalar çekilir. Bu akım planı. Geç akımın üstünden de çek. O yandan bu yandan gör. Düzlüğü var. Artık torpağını çürüyor. Nasıl gelmesin ki böyle rahat çürümür. Uzun illerin deneyimi, güc, alət, sərnastır. Bir daha da için çıxar. Başımın bitlərini çəksən. Bundan hiç bitmiyor. Ben denize alınca git. Əsas işe başladım. Bir daha da dərinləşdir. İşte torpağın gözəlliyinə baxacağım. Altın üstüne çevireceğim. Aşağı qatda şeyin yoktu. Biraz sıvaşkan. Onunla bel vurdukça gelir. Halbuki burada bir bel boyu torpaq yok idi. Üst katı bir zamana getirmiş. Yer şurasının korumalaşmasında üst katların ümmetləşməsində bizler olur. İki kat dərinləşdir. Laf dərin oldu. Kameramı gördüm, belə elə vurdum ki az qalır mantıya çat. Birdən arxaya 5 dəqiqə, 6 dəqiqə onu da formalaşdırabilirim. Bir dəfə də badların içine tökülsün. Güzel olsun, güzel. Bak diyelim arka taraf. Torpaq uçuramayız. Bunun için nəzərdə tutmayın. Bir şeylə təhlil. Hava sərin. Gün uzun. Bayram əhval ruhiyyəsindəyik. Necədir? Yaxşıdır. Şimdi kameramı gətirir.
2, 3, 4, 5, 6, 7, 8 arx hazır. Bir arxı 4 dəqiqə 59 saniyə çəkmişəmsə 5 dəqiqə. Bir arx 50 qəpik, hər dəqiqə 10 qəpik qazanıram. 1 saat dayanmadan işləsəm 6 manat. 6 saat 36 manat. Torpaq nəmdir, belə davamlı işləmək olmaz. Torpaq quru olsa 120 dənə arxı çəkərəm. Arx da var da, uzun arx oldu bunlar. Bəlkə də normal arxlardır. İndi davam eləyəcəm. Biberlə pomidoru, baldırımcanı bırakaq. Domates, biber, patlıcan olsun. Domates, biber, patlıcan bu taxtada. Cəmi olar 13-14 arx. Bu biri taxtaya əkərik, aşağıdan 4 arx. Yer maşı, onlar tez tökür. Tut yetişəndə artıq o da hazır olur. Yuxarı tərəfə 5 arx yerli xiyar, tikanlı xiyar, ağ, yaşıl. 2 arx da hibrit sortu ya 3 arx da ola bilər. Salat üçün o yaxşıdır, şirindir. Zakat üçün yerli yaxşıdır. Gəldik, çıxdıq bura. Qaldı bu tərəfdə 2 taxta. Ona da birazdan maş əkərik, ağaç maşı cağa çıxan. Ne qaldı? Buradan o tərəfə perpencər, keşniş, soğan. Keçənki soğanlardan hələ qalıb. Kök, cəfəri, petruşka, ikisi də eyni şeydir ona. Reyhan, şüyüt, acı qıcı. Yerimiz çoxmuş. O tərəfdən baxanda az görsənir, deyirəm bu il lobi əhməri, maş deyirəm yəni ki. Yer çoxmuş, torpaq da münbit. Qış boyu nə qədər peyin töymüşəm bura, hamısında şövqü maşını ilə şumlamasa da qarışdırıb. Bir ay bundan əvvəl palçıq idi. Gərək saxlayıb indi şumlayardıq. Hər tərəfi otda basıbdır. Otların hamısı vurulacaq belindən, alaq olunacaq. Baxlarım elə pis deyil. Lap gözəlləşdirə də bilərəm. Ancaq mənim üçün düzgünlüyüdür ki, su içsin. Su o tərəfdən içəcək, gəlib bu tərəf bağlı olacaq. Bu biri taxtanı da o tərəfdən düzəldəcəm. 2 taxtanın bir-birinə birləşən yeri neytral olsun, ora məhk əkək. Başqa sort məhk əkəcəm. Partlayan əşirik, cincindir. Əsasən yayda sula pişirib yeməyin çox istəyirik. Partlayan məkər yerdə satırlar, o da çox bol olur. Yerli sortlar var idi, lobiya boyda, onlardan əldə eləmək lazım. Hələ ki yubanmamışıq, əkənlər əkibdir, ancaq bəzi bitkilər günü sevir, çıxmır. Maşı tez əkərsən, goduluyur, çıxır, sökürsən, bir də əkirsən. Xiyar toxumu çürüyür. İşlerin problemi yoxdur. İşleri bir dəfə tutdur. Dolu vurması nə qədər tez olsa o qədər yaxşıdır. Çünki pomidor gec qızarır. Bəzən də gec əkəndə qar yağır üstünə, məhsul əldə eləyə bilmirsən. 8 arxım hazır, yer yarı olub, 7 dənə də çəkəcəm. Oldu 15. 6, 6, 3. Ya 5, 6, 7. 5, 6, 7. 18 olur, çok olur. Maksimum 15, 16 arx olacaq burada. Danışıq, çayımı soyutdu. Bir dənə pürrəngi çay. Termosum dəmim yanımda, bunu içirəm, durub 7 arxada bir nəfəsə çəkirəm. Mən sağ, sizdə salamat. Vaxt olsa bu dəlxumlarda biçəcəm. Bundan əvvəlki videoda qeyd eləmişdim.
Salamat qalan növbəti videolarda görüşərik.